2NO plus O2, 2NO2 reaksiyasında NO, O2 ve NO2'nin tarazlıq qatlıqları müvafiq olaraq 2, 8 və 6 mol böl litr olarsa, NO və O2'nin başlanğıc qatlıqlarının neçə mol böl litr olduğunu hesablayın. Reaksiya tənliyini yazsaq, 2NO plus O2 alınır 2NO2. Deməli, tarazlıq qatlıqları müvafiq olaraq 2, 8 və 6-dır. Bizdən başlanğıc qatlılığını soruşur. Yəni, reaksiyadan başlamamışdan öncə. Ona görə də başlanğıc halda artıq məhsul 0 olmuş olacaq. Yəni, hələ reaksiya başlamayıb. Reaksiya tənliyinə fikir versək, NO2 və NO-nun əmsalı eynidir. Bu deməkdir ki, nə qədər NO2 alınıbsa, mütləq həmin qədər də NO reaksiya daxil olmalıdır. Əgər 6 mol NO2 alınıbsa, bunun üçün 6 molda NO reaksiya daxil olmalıdır. 2 molda yerində qalandı, tarazlıq halında, deməli başlanğıcda 8 mol böl litr olub. İndi oksigenə fikir versək, NO2'nin əmsalı oksigenin əmsalından 2 dəfə çoxdur. Ya da oksigenin əmsalı NO2'dən 2 dəfə azdır. Yəni, nə qədər NO2 alınıbsa, onun yarısı qədər oksigen deməli reaksiya daxil olub. Deməli, 6 mol NO2 alınıbsa, onun yarısı qədər 3 mol oksigen reaksiya daxil olmalıdır. 8 mol da yerində qalan tarazlıq halında. Deməli, başlanğıcda oksigen də 11 mol böl litr olub. B bəndi.